İndi isə 17-ci suala baxırıq. 17-ci sualda biz qərar verməliyik ki, bu boşluqda sifətmi istifadə etməliyik, yoxsa zərfmi? Biz bilirik ki, zərf feillərdən sonra işlənir, sifət isə əsasən isimləri təyin edir. Lakin bəzi istisnalıq təşkil edən feillər var ki, onlar özlərindən sonra nitq hissəsi baxımından sifət tələb edir. Bu feillər içərisində sound feili də var idi. Elə isə gəlin o digər feillərdən sizə xatırlatma edək. Məsələn, sim feili, görünmək, look feili, görünmək mənasında, daha sonra taste feili, dadmaq mənasında, əgər mübtədası cansızdırsa, daha sonra sound feilinin özü, səsləmək, smell var, iyləmək, iylənmək. Demək, smell feilinin mübtədası cansızdırsa, o zaman özündən sonra sifət tələb edir. Taste feilinin mübtədası cansızdırsa, özündən sonra nə tələb edir? Sifət tələb edir. Eləcə də sound feili də bu kateqoriyaya aid olan feillərdən idi. Yəni sound feilinin mübtədasına baxaq. Mübtəda nədir? Music. Music musiqi deməkdir, cansızdır. Musiqi səslənərkən aktiv hərəkət etmir, pasiv bir şəkildə sadəcə olaraq səslənir. Demək ki, burada biz nitq hissəsi olaraq sifətləri seçməliyik. Demək, birinci good sifətdir nitq hissəsi olaraq, ikinci lovely sifətdir, üçüncü well zərfdir, dörddəki beautifully zərfdir. Ola bilər ki, siz lovely sözünü görəndə çaşmış ola bilərsiniz ki, hə, bu nitq hissəsi baxımından zərfdir axı, ly ilə bitir. Xeyr, biz ly ilə bitən sözlərlə bağlı nə demişdik? Əgər sözün sonunda ly varsa və sözün kökü nitq hissəsi baxımından isimdirsə və yaxud da söz sadə sözdürsə, bu zaman o sifətdir. Məsələn, lovely sözünün kökü nədir? Love, sevgi, isimdir. Lakin beautiful sözünə baxanda biz görürük ki, sözün kökü nədir? Beautiful, gözəl. Nitq hissəsi baxımından sifətdir və sifətin sonuna ly qoşulanda o zərf düzəldir. Demək, ikinci bəndimiz həqiqətən də nitq hissəsi baxımından nədir? Sifətdir. Cavabımız 17-ci sualda 1-2 olacaq.